Azərbaycanda elə bir hacker və proqramçı yoxdur ki, mənim bax bu icadımı, tilsimi qıra bilsin. Necə əziz dostlar, diqqətlə baxın. Deməli, əziz dostlar, girirsiniz YouTube-a. YouTube-da yazırsınız Elşən Yusif. Mən hazır yazmışam, saxlamışam. YouTube-da yazırsınız Elşən Yusif. Girdiniz mənim YouTube kanalıma. YouTube kanalıma girəndə, baxın. Burada belə bir video var. 11 saat 54 dəqiqə 57 saniyə. Baxış sayına baxın. 10 baxış sayı. Yəni Azərbaycanda elə bir hacker yoxdur ki, elə bir proqramçı yoxdur ki, bu videonun baxış sayını 10 baxışdan 10.000 baxışa qaldırsın. Çünki mən bunu elə eləmişəm ki, heç kim onu düzəldə bilmir. Yəni bu tilsimi qıran varsa, gözləyirəm YouTube-da Elşən Yusif köhnələrdən yazın və səhifəmə girin. Yanar ocaq ekran fotosu. Baba bu videoya girsin 11 saatlı videonu. Bu 10 baxış sayını dəyişsin, eləsin 10.000 baxış sayı, 20.000 baxış sayı. Yəni elə insanlar var deyir ki, kimsə mənim səhifəmə mənim saxta baxış vurub, mənim nə vurub. Onu TikTokda eləmək olar, Instagramda eləmək olar. Ancaq YouTube'da mənim ümumi bax bu videoma heç bir hacker, heç bir proqramçı saxta baxış vura bilməz. Baxış vuran bilən olsa əgər, misal üçün 10 baxış sayını dəyişsin mənim üçün, 100.000 baxış sayı eləsin, 100.000 baxış sayı eləsin və ya da 50.000 baxış sayı eləsin. Mənə yazsın WhatsAppda, həmin insanı təmənnasız mən Azərbaycanda tanıtdıraram. Həmin insanı təmənnasız reklam eləyərəm. Lazım olsa düz 5 dəfə reklam eləyərəm. Və o qədər əminliklə özümə deyirəm. Öpürəm sizi, minnətdaram. Nə arada məndə belə yeniliklər çıxır da.